istiliyin rəmzidir, paklığın rəmzidir, günəşin rəmzidir. Günəş oyanır və qarlar əriyir. Bu çox gözəl bir ənənədir ki, bugün biz bunu yaşayırıq. O çərşənbəsinin psixoloji məqamları çoxdur. Yəni, qədim insanlar təbii ki, psixologa getmirdilər, terapi keçmirdilər. Onların terapisi ildə bir dəfə elə o çərşənbələrində olurdu. Onlar tonqal qalayardılar, tonqalın ətrafına yığışardılar. O bir meditasiya idi. O ocağın səsini dinləmək, o çıtır-çıtır yanan ocağın səsini dinləmək onları sakitləşdirirdi. Ocağa baxmaq, oda baxmaq onları şəfalandırırdı. Yəni onlar ocağa baxmaqla sanki dərdləri, qəmləri, azarları, bezarları orada yanmış kimi hiss edirdilər. Haklanırdılar, bəli, şəfalanırdılar. Və bugün psixologiyada buna oxşar terapilər çoxdur. Eyni zamanda da o çərşənbəsində mütləq ocaq qaynamalıdır, qazan qaynamalıdır. Yəni ocaq yanmalıdır, qazanlar qaynamalıdır. Hər bir evdən, yəni o şirniyyatın iyi yeməkləri çıxmalıdır. Çox insanlar məsələn restoranlarda gedib qeyd edirlər, amma o çərşənbəsinin xüsusiyyəti ondan ibarətdir ki, mütləq o çərşənbəsində ocaqda nəsə qaynamalıdır ki, il uzunu sənin ocağında, evində ruzi bərəkət çox olsun. Yəni o çərşənbəsi ilə bağlı əslində bizim ənənələrimiz, adətlərimiz, o psixoloji nüanslar çoxdur və şükürlər olsun ki, biz bunu bugünə qədər gətirmişik və uşaqlarımıza da çatdırırıq. Hər birimizin üstü çərşənbənizi təbrik edirəm. Və eyni zamanda çərşənbələr xalqın oyanışlı günləridir. Artıq biz qışla vidalaşırıq, bahara qucaq açırıq. Qoy könlümüz də, ürəyimiz də hər zaman bahar olsun, sevgi dolu. Bu həm də o deməkdir ki, yeni ilimiz gəlir, yeni ilimiz, yeni ağacımız, yeni günümüz mübarək olsun. Novruz yeni gün deməkdir. Hər kəsin ailəsinə ruzi bərəkət, xoşbəxt günlər olsun. Xalqımızı təbrik edirik. Çərşənbəniz mübarək. İnşallah göndərərsiniz.